Salam, əziz tamaşaçılar, Aran Ağcabədi internet televiziyasının efirində xoş gördük hər birinizi. Bugün cəmiyyətimizin gələcəyi olan qızlarımızın təhsili, gələcəkləri, həmçinin erkən nigahlar, onların fəsadları haqqında danışacağıq. Adətən bu mövzuda böyüklər danışır, böyüklər təhlillər aparırlar, amma bugünkü qonağım bir məktəblidir. Bunun da səbəbi kanalımızı izləyənlərə məlumdur. Bildiyiniz kimi, aprel-may aylarında Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən uşaq və yeniyetmələrin hüquq və vəzifələri mövzusunda maarifləndirmə tədbirləri keçirildi ki, bu tədbirlər bütün rayonun, yəni ümumi təhsil məktəblərini əhatə edirdi. Bu görüşlər zamanı biz məktəblilərlə çox geniş, əhatəli söhbətlər edirdik. Həmçinin diskussiyalar zamanı onların çox maraqlı fikirlərini, təkliflərini alırdıq. Bu görüşlər zamanı həmçinin xüsusi fəallığı ilə seçilən qızlarımız olurdu ki, biz onlarla daimi əlaqə saxlayırıq. İstər Aran qəzetində, istər Aran Ağcabədi internet televiziyası vasitəsilə onların işıqlı fikirlərini, onların cəmiyyətə çağırışlarını yəni ötürməyə çalışırıq ki, cəmiyyətimiz də onların fikirləri ilə tanış olsun. Ötən verilişimizdə də kəndlərimizdən birindən 2 məktəbli qızımızı dəvət etmişdik. Bugünkü qonağım isə Boyat kənd tam orta məktəbinin şagirdi deməyək, artıq bu günlərdə o məktəbi bitirib, məzun olub, Nurgün Sultanovadır. Nurgün, xoş gördük. Xoş gördük. Mən də bütün tamaşaçılarımızı salamlayıram və məni bura dəvət etdiyiniz üçün ilk öncə çox təşəkkür edirəm. Çox sağ olun Nurgün. Nurgün, əvvəldə qeyd etdiyim kimi, ötən verilişimizdə də qonağımız məhz məktəblilər idi. Amma fərq bundadır ki, o kəndin məktəbliləri, yəni burada iştirak edirdilər. Həmin kənddə erkən nigahlar daha çox qeydə alınan, yəni kəndlərimizdən biridir. Amma sizin kənddə isə mən bildiyim qədər erkən nigahlar əksinə az qeydə alınır. Elə bunu buradan başlamaq istəyərdim. Səncə səbəb nədir? Yəni burada təbliğat düzgün aparılırmı? Təhsilə belə deyək, önəm verilirmi? Yaxud elə əvvəldən bu cür gəlib ki, qızlarımız erkən nigaha vadar edilmirlər? Əslində əvvəldən məncə gələn bir şeydir. Çünki yəni mən kənd cəmaatına da fikir verirəm. Yəni çox belə erkən ailə quran insanlarla qarşılaşmıram. Hamısı ya 19 ya 20 bu yaşlarda, yəni heç kim 16-15 yaşlarından ailə quran heç insan görməmişəm bizim kənddə. Əlavə olaraq da qızlarını təhsilə yönəltməyi sevən bir kəndimiz var. Çünki onlar görürlər ki, artıq yəni yalnız oğlanlar yox, qızların da təhsilə ehtiyacı var və günümüzdə daha çox maarifləndirmə işləri aparan, insanları önə çəkənlər də məhz qadınlardır. Çünki yəni cəmiyyətimizi çiçək açdıran qadınlardır. Bunu həqiqətən fikir verirəm ki, onlar da hiss eləyir. Buna görə də ilk öncə öz valideynlərimdən başlamaq istəyirəm ki, çox təşəkkür edirəm. Məni əsla elə şeylərə vadar eləməyiblər. Mən hər zaman təhsilə yönəldiblər. Hər zaman arxamda durublar. Mən əvvəl 4-cü qrup üzrə hazırlaşırdım, sonra fikrimi dəyişdim, başqa bir qrup üzrə hazırlaşdım. Əsla valideynlərim mənə bu haqda heç nə demədilər. Əksinə hər zaman yanımda oldular. Bu günlərimdə bura gələndə ikisi də yanımda durdu. Çox sağ olsun atam və anam və dedilər ki, ürəyindən nə keçir, istədiyin kimi rahat ol, rahat danış. Nə gözəl. Həqiqətən çox təşəkkür edirəm valideynlərimə və kəndimizin cəmaatına da onu demək istəyirəm ki, həqiqətən onlara da təşəkkür edirəm ki, qızlarını belə bir şeyə, zorakılığa məruz eləmirlər də. Yəni onları da təhsil alsın istəyirlər, cəmiyyətin bir nümayəndəsi olsun istəyirlər. Çox gözəl. Çox gözəl. Təhsildən danışmışkən, bir qız niyə təhsil almalıdır? Yəni bunun yaxşı tərəflərini elə hamımız deyirik ki, təhsil alaq. Amma oturub bir təhlil edəndə müqayisəli şəkildə də apara bilərsən ki, yəni təhsilli qız, təhsilsiz qız. Yəni niyə təhsil almalıdır? Yəni təhsilin önəmi nədir bir qız üçün, qadın üçün? İlk öncə buradan başlamaq istəyirəm ki, gələcəkdə başımıza nə gələcəyindən heç birimiz yəni qarantilənməmişik. Ona görə yəni həyatda başımıza hər şey gələ bilər. Gələcəkdə məsələn deyirlər ki, qızlar tez ailə qursun, məsələn, ay zəngindir, ay belə şeydir, imkanlıdır falan. Amma yəni elə şeylərə güvən olmaz. Gələcəkdə insanın başına hər şey gələ bilər. Qəzalar baş verir, yəni çox hadisələr olur. Bir qadın yalnız başına qala bilər. Hər şey keçdim, bəzən deyirlər, ay övladı olar, belə olar, elə olar. Hər şey keçdim, qadının özü yalnız qala bilər. Gələcəkdə heç kim ona arxa dayaq olmaya bilər. Ona görə də qadın öz ayaqlarının üstündə durmaq üçün oxumalıdır, təhsil almalıdır, işləməlidir.
Hər şey təhsil də deyil əslində. O qədər orta təhsilli və yaxud da təhsilsiz qadınlar tanıyıram ki, təhsilli qadınların bir çoxundan daha öndədir. Çünki özünü inkişaf elətdirir. Amma əlbəttə ki, yəni bunu önə qoymaq olmaz. Təbii ki, hər şeydən öncə bu bəzən şans məsələsi də ola bilər. Ona görə yəni sığortalamaq lazımdır, təhsil almaq lazımdır. Nə gözəl. Nə gözəl. Deməli, istər məktəblərdə olanda, yəni bu layihə çərçivəsində, istər keçən dəfə qonaqlarımızı dəvət edəndə mən valideynlərin qızlarını erkən nigaha vadar etmələrinin səbəblərini soruşurdum. Niyə soruşuram? Çünki mən məsələn 3-4 səbəb bilirdimsə, məhz o qızların sayəsində öyrəndim ki, əslində daha çox səbəblər var. Elə Nurgülün də fikrini öyrənmək istəyirdim ki, səncə hansı səbəblər var ki, yəni valideynlər məhz ona görə qızlarını erkən nigaha məcbur edirlər? Əslən belə şeylərlə çox qarşılaşmamışam. Yəni çox bu haqqda fikrim yoxdur, amma belə bir şey deyə bilərəm. Bir dəfə başıma gəlib. Mən keçən, yəni 10-cu sinifdə oxuyan vaxtı döşək üzü falan belə yastıq üzü satan bir qadın var idi. Bunun yanında da başqa bir neçə qadın var idi. Bir şeylər almağa gəlmişlər. Mən və anam da oradaydıq. Qadının biri dedi ki, mənim qızımın 16 yaşı var. 1-2 ilə istəyirik ki, ailə qursun. Yəni ona görə mən cehiz alıram. Mənim anam da qayıtdı dedi ki, mənim də qızım gələn universitetə qəbul olacaq. Bakıya gedəndə istəyirəm ki, universitet oxuyacaq, orada rahat olsun. Yəni mən orada dedim ki, Nurgün, sən çox şanslısan ki, sənin belə valideynlərin var. Yəni başqaları cehiz üçün bir şeylər alanda mənim anam mən universitetdə oxuyanda rahat olum deyə bir şeylər alırdı. Yəni səbəblərdən biri məsələn bənsə-bənsilik ola bilər. Filan kəsin qızı ailə qurdu. Mənim qızım qaldı. Yəni belə ifadələr işlədirlər. Sonra nə bilim bəzən elçi gələn tərəf çox imkanlı olanda, yəni böyük səbəblərdən biridir. Hər şeyi maddiyyat olaraq gördükləri üçün ola bilər. Nə bilim qızları özünə bir yük gördükləri üçün ola bilər. Bəzən elə ifadələr eşidirəm ki, yəni mən qarşılaşmamışam, yenə deyirəm, amma keçən dəfəki verilişinizə baxanda da qızlardan biri dedi ki, qız ailə qurdurandan sonra qızı yəni məcbur ailə qurdururlar. Sonra deyirlər ki, sənin bu evə yalnız kəfənlə gələ bilərsən, sənin bu evə yalnız meydin gələ bilər. Yəni gələcəkdə başına bir iş gəlsə, onu övlad olaraq da yenə qəbul eləmirlər. Əslində qızları bir şəkildə özlərinə yük olaraq görürlər. Səbəblərdən biri də bu ola bilər. Çox doğru, bəli. Erkən nigahlar qızlarımızın gələcəyi üçün hansı təhlükələr yarada bilər? İlk öncə sağlıqdan başlamaq istəyirəm. Çünki mən bu mövzuda dediyim kimi əvvəl mən 4-cü hazırlıq qrupu üzrə hazırlaşırdım. Yəni çox araşdırmalarım olub, tibb üzrə, yəni maraqlanmışam. Bədəni, necə deyirlər, erkən nigaha hazır olmayan qızları ailə qurmağa məcbur eləyirlər. Yəni bu onun gələcək həyatına çox ciddi problemlərə səbəb olar. Günümüzün ən aktual mövzusu xərçəng xəstəliyidir. Mən belə fikirləşirəm ki, gələcəkdə çox ciddi problemlərə yol açır. Yəni erkən nigahın fəsadları həqiqətən də çoxdur. Məncə yəni bunun da fərqindədirlər. Sadəcə olaraq görməzdən gəlirlər. Bəli. Ortada da qurban bizim qızlarımız gedir. Bəli. Cəmiyyətimiz erkən nigahın qarşısını almaq üçün nələr etməlidir? Sənin bir gənc kimi fikirlərin varmı ki, məsəl üçün mən bunu etmək istəyərdim, bunu etsək daha gözəl olar, bunu etsək bu erkən nigahların qarşısını belə deyim, kəskin şəkildə ala bilərik? Əslində hər şey ailədən başlayır. İlk öncə valideynlərlə təbliğat aparmaq lazımdır. Onlara bunları izah eləmək lazımdır. Məsələn, sizdən əvvəl heç mən sizi bizim məktəbimizə gələndə ilk dəfə tanıdım. Sizdən əvvəl Sevinç xanım və İradə həkim gəlmişdi bizim məktəbə. Hardasa ondan bir il əvvəl. Onlar gələndə də danışdılar, qızlarla belə müzakirələr apardılar. Siz də gələndə qızlarla müzakirə apardınız. Amma məncə hər şeydən öncə, yəni gördüyünüz kimi bizim qızlarımız erkən nigaha meyilli qızlar deyillər. Ona görə də məncə əvvəlcə valideynlərlə təbliğat aparmaq lazımdır. Yəni onları maarifləndirmək lazımdır, bunları onlara demək lazımdır. Mənim əslində fikirlərim çoxdur bu barədə. Çünki mənim ən narahat olduğum mövzulardan biridir. Yəni cəmiyyətimizdə qadın cinayətləri o qədər çoxdur ki, yəni həqiqətən adamı narahat edən mövzulardır. Ona görə həmişə istəmişəm ki, kənd cəmaatını məsələn yığım, hardasa söhbət eləyək. Yəni kimi də harada görsəm, məsələn, belə bir mövzuda söhbət düşsə, əlbəttə ki, öz fikirlərimi deyirəm. Təbii ki də cəmiyyəti dəyişdirə bilmərik. Yəni mən bir şeylərə çabalaya bilərəm, amma onları tamamilə dəyişdirmək mümkün deyil. Çünki onların zehniyyətində əvvəldən bu var. Yəni bu zehniyyətdə gəliblər. Dediyim kimi çox qarşılaşmamışam, amma yəni kənd cəmaatını yığıb, bütün kəndlərin məncə, bütün cəmaatı yığıb söhbət eləmək lazımdır. Onlara izah eləmək lazımdır bəzi şeylər.
Deməli, biz Köyük kəndində olanda orada da Pərvanə adlı bir fəal qızımız vardı. Deyəsən səni də tanıyır, bəli, söhbət zamanı o vurğuladı. O da elə sənin fikrinə oxşar bir fikir söylədi orada ki, valideynlər arasında, bax, belə deyək, bax, kəndlərimizin bəsində deyirlər ki, valideynlər arasında təbliğat aparın, amma Pərvanə də çox gözəl bir təklif edir ki, yəni valideynlər artıq o düşüncədə gəliblər. Onların fikrini dəyişdirmək olmaz, biz gənclər arasında təbliğat aparmalıyıq və gənclər arasında da bəzən biz görürük ki, erkən nigaha, belə deyək də, meyilli olan qızlarımız da var. Biz hər şeyi yumurlayıb, belə deyim, valideynin üstünə atmayaq. Düzdür, bəzi ailələrdə, belə deyim də, təbliğat aparılır, uşaqlıqdan qız da o cür yetişir. Amma bəzi ailələr var ki, həqiqətən təhsilə meyillidir, övladını oxutmaq istəyir, amma qız ailə qurmağa meyillidir. Belə deyək də, hansısa pula şirnikir, hansısa xoş vədlərə şirnikir. Yəni, rəfiqələrin arasında bu cür qızlar olduqda, varsa əgər, yaxud olarsa, necə təbliğat apararsan, ona təsir etməyə çalışarsanmı ümumiyyətlə, yoxsa öz işidir, yəni özü bilər deyərək keçib gedərsən? Elə demərəm, çünki mən əgər yanındakı insan mənim dostumdursa, mən onu təbii ki də hər tərəfli fikirləşməliyəm. Onun yalnız bugünüm üçün yox, gələcəyin də fikirləşməliyəm, çünki o mənim dostumdur. Yəni, əlbəttə ki, bir şeylər eləməyə çalışaram, ona təsir etməyə çalışaram. Yəni, ətrafımda indiyənə qədər elə bir şeylə yenə deyirəm, mən qarşılaşmamışam. Çünki mənim Pərvanədən də məlum olduğu kimi, ətrafımda elə qızlar çoxdur mənim. Yəni, erkən nigaha meyilli olanlar yoxdur. Amma olsa da əlbəttə ki, onlarla söhbət apararam. Yəni, heç nəyə məcbur etmərəm ki, məsələn, sən belə etməlisən, belə etməlisən. Amma yəni, mən sözümü deyərəm də ki, sən doğru etmirsən, sən bu şəkildə eləməlisən. Yəni, qərar verər də öz işi, verməz də yenə öz işi. Çox gözəl, amma təbii ki, biz öz vətəndaş olaraq borcumuzu yerinə yetirməliyik. Bəli. Nurgün, bir məsələyə də toxunmaq istəyirəm. Bəzən, ümumiyyətlə, bu kimi maarifləndirici tədbirlər müəyyən o QHT-lər tərəfindən də aparılır, görüşlər keçirilir. Uşaqlara onların hüquq və azadlıqları izah olunanda, məsəl üçün onların şiddətə məruz qalarkən, zorakılığa məruz qalarkən hansı qaynar xətlərə müraciət etməli olduqları izah olunur. Və bəzən bizim qızlarımız bunu yanlış anlayırlar. Onlar hüquq və azadlıq deyiləndə, onlar elə bilirlər ki, valideynə qarşı çıxmaq, öz istədiyim kimi, bəli, özbaşınalıqla azadlığı qarışdırırlar. Yəni, onlara nə demək istəyərsən? Uşaq hansı halda etiraz səsini ucalda bilər? Yəni, bu kimi mövzuda fikirlərini öyrənmək istəyərdim. Valla bunu deyim ki, yəni hər kəs valideyninə qarşı hörmətli olmalıdır. Çünki hər şeyi keçdim, onlar sizin valideyninizdir. Onlar sizin üçün çox əziyyət çəkib, sizi dünyaya gətirib. Hər şeydən əlavə də, yəni, o sənin bir böyüyündür. Ondan əlavə də bunu deyə bilərəm ki, valideyn əslində uşağa çox ciddi təsir etməməlidir. Yəni, necə? Məsələn, o bir qərar verəcəksə, məcbur etməli deyil. Əgər ki, bəli, seçimlərinə hörmət etməlidir. Əgər ki, bir qərarda valideyniniz sizə yəni çox baskı edirsə, əlbəttə ki, ona qarşı çıxa bilərsiniz. Amma bu, hər hansı nalayiq ifadə işlətmək demək deyil. Ona qarşı hörmət çərçivəsində fikrinizi bildirməlisiniz. Bunu deyə bilərəm. Valideynlərə də bunu demək istəyirəm ki, yəni uşaqlarının fikirlərinə hörmət etsinlər. Ondan əlavə, onlar heç bir şeyə məcbur etməsinlər. Təbii ki də səhv yolda olarsa onu doğru yola çəkmək valideynin borcudur. Amma əgər ki, onun fikri, yəni başqa bir yöndədirsə, yaxşı bir yöndədirsə, yenə ona toxunmayın. Çünki yəni yanlış olsa da o yoldan özü qayıdıb dönəcək. Bəli, çox gözəl. Bu layihə haqqında danışdıq. Nurgün, sizin məktəbdə də olduq. Mən onun nəticəsini istəyərəm müəyyən edək ki, öyrənəm ki, ümumiyyətlə bir təsiri olurmu bu cür maarifləndirmə tədbirlərinin? Məsəl üçün, biz sizinlə görüşdən sonra sizin öz aranızda bir müzakirələr oldumu, bir təhlillər oldumu? Ümumiyyətlə, bir təsiri varmı bu görüşlərin? Əlbəttə ki, oldu, amma yəni bu bizim kimlərə təsir oldu? Çünki yəni yenə deyirəm, o fikirdə olan insanlara, yəni sizin kimisi, mənim kimisi 100 gün danışsa belə ona çox da təsir eləməz əslində. Yəni, əgər ki, o bir zorakılığa məcbur qalıbsa ona nəsə təsir eləyər, o qarşı çıxar ailəsinə. Amma yəni öz fikri o yöndə olan insanlara çox da təsir eləmir. Təsir elədi belə ki, məsələn, mənim kimilərinə, mən zaten Pərvanə ilə də orada biz söhbət elədik ki, yəni Məsəd xanım məni də dəvət eləmişdi, məni də dəvət elədi. Yəni, biz öz çevrəmizdə belə şeylərdən danışırıq. Təsir eləyirsə də bizim kimilərinə təsir eləyir deyə düşünürəm.
Sizlər də təbii ki, işıqlı gənclərimizsiniz, gələcəyi gözəl planlaşdıran gənclərimizsiniz və düşünürəm ki, sizin kimilərin sayı çoxaldıqca bu problemlərin qarşısı bəli alınacaqdır. Bir məsələyə də toxunmaq istəyirəm. Kəndlərimizdə elə onu da Pərvanə mənə sual vermişdi ki, bu cür yəni işlər görülür, amma erkən nikahların sayı hələ də yəni artmaqdadır. Yəni qızlarımızın, belə deyim, ümumiyyətlə gənclərimizin təhsil aldıqdan sonra kəndə qayıtmama məsələsi var. Yəni sən də təhsil almaq istəyirsən, sənin də planların var. Qayıtmaq istəyirsənmi təhsil aldıqdan sonra kəndə gəlib hansısa işlər görməyə və yaxud kənarda yaşasan belə kənd üçün nələr etmək istəyərsən, hansı bir xəyalların, arzuların var? Əlbəttə ki, mən böyük arzularımdan biri odur və kəndimizə qayıtmağa da ki, heç vaxt demərəm ki, yox, mən qayıtmaram falan. İnsan çıxdığı yeri unutmamalıdır təbii ki də və mən kəndimdən də narazı deyiləm. İnsanları, yəni yerin də bir günahı yoxdur. İnsanlar da bəzən o yerləri belə yaxşı göstərməyən, amma mən yenə deyirəm, kəndimdən narazı deyiləm. Əlbəttə ki, qayıdaram da, kəndimdə işləyərəm də. Yəni ona hər hansı bir narazılığım olmaz. Kənddə hər hansı bir şeylər eləmək məsələsinə gələndə də əlbəttə ki, fikrim var. Hətta universitetə girəndən sonra istəyirəm ki, bir şeylər eləyim. Məsələn, qızları sizin kimi toplaşıb qızlarla söhbət etmək istəyirəm, maarifləndirmək istəyirəm. Çünki yəni bəzən siz 8-ci, 9-cu siniflərdən başlayıb maarifləndirirsiniz. Amma aşağı sinifdəki qızların da bəzən buna ehtiyacı olur. Yəni bir-iki bir şeylə qarşılaşmışam. Bəli, aşağı siniflər hətta yuxarı siniflərdən daha təhlükəlidir deyə bilərəm. Ona görə də əsas aşağı siniflərindən, aşağıdan belə deyirlər, yəni tərbiyə eləməyə başlamaq lazımdır. Ona görə daha çox aşağı siniflərindən, yəni onların parkda oynayan vaxtıdır. Telefona girib telefonda nəsə bir şeylər qarışdıran vaxtı deyil. Ona görə daha çox aşağı siniflərindən də təbliğatlar aparmaq istəyərəm. Telefon məsələsinə toxundun. Bəzən qızlarımız, ümumiyyətlə ali məktəbə hazırlaşan xüsusilə qızlarımız deyir ki, mən tamamilə telefondan imtina etmişəm. Bəziləri deyir ki, mən ondan sadəcə müəyyən məqsədlər üçün, yəni elm yönümlü, bilik yönümlü istifadə edirəm. Sənin münasibətində öyrənmək istəyirəm. Ümumiyyətlə bu asılılıq bilirik ki, çoxdur. Gənclərimizdə çoxdur. Bunun qarşısını necə almaq olar? Yəni, necə istifadə etməliyik bu telefonlardan? Məndə asıllıq yoxdur telefona qarşı, amma belə bir şey deyə bilərəm ki, dərs oxuduğum müddətcə valideynim də nəzarət eləyir, təbii ki də. Hər nə qədər yəni belə özümü idarə etməyə bacarsam da, əlbəttə ki, valideynin nəzarətini uşağın üstündən çəkməməlidir. Valideynim də nəzarət eləyir və mən valideyindən əvvəl də özüm dərs oxumağa başlayanda telefonu bağlayıb verirəm anama. Deyirəm ki, məsələn, dərsimi bitirəndə axşam verərsən 2 saatlıq, məsələn, mən telefon istifadə eləyərəm. Və telefon məsələsinə gələndə də ki, telefonda bəzən dərs izahlarına baxıram, testlər işləyirəm. Yəni, əlbəttə ki, telefonda dostlarla ünsiyyət də lazımdır, söhbət də lazımdır. Yəni, bunlara qarışmırlar valideynlərim. Yəni, bəzən saatlarla mən dostlarımla danışdığım da olur. Amma əlbəttə ki, dediyim kimi... Paylaşımlarını da görəm, bəzi, yəni fəallığını elə ona görə mənim diqqətimi çəkdi ki, yəni bunların hər ikisini bir arada aparmaq olur. Deməli, istəsən, yəni belə deyim, sosial şəbəkələrdə də yəni fəal olub, həmçinin dərsləri paralel şəkildə aparmaq mümkündür. Əgər ki, fikri eyni zamanda dərs oxumaqdırsa, insan bacarır. Aha, çox gözəl. Nurgün, ilə gəlmişkən sənin də gələcək planlarını öyrənək. Bildiyimiz kimi artıq məzun oldun, ali məktəbə hazırlaşırsan. Hansı sahənin insanı olmaq istəyirsən? Ümumiyyətlə, gələcək planların, arzuların nədir? Əslində, xəyalını qurduğum bir universitet var. İqtisad Universitetini çox bəyənirəm. Ora qəbul olmaq istəyirəm, oranın tələbəsi olmaq istəyirəm. İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, bu sahələr üzrə hazırlaşmaq istəyirəm. Çünki mən özümü bir yerdə təsəvvür eləyəndə özümü orada görürəm. Yəni, mənim üçün, bilmirəm, amma yəni içimə ora yatır da, sanki ora mənim üçün daha önəmliymiş kimi hiss eləyirəm. İnşallah, yəni ağlımda bir neçə başqa universitetdə var. Təbii ki də İqtisad Universiteti olmasa da olar. Əsas odur ki, həmin sahə üzrə başqa universitet olsa da olar. Bakı Dövlət Universitetidir, Bakı Mühəndislik Universitetidir, Aviasiya Akademiyasından çox xoşum gəlir. Yəni, hər hansı bir universitetin çox da əslində önəmi yoxdur. Əslində, oxuduğun sahə üzrə özünü inkişaf elətdirmək lazımdır. O yolda irəliləmək lazımdır. Yəni, mənim də gələcək planlarım həqiqətən çoxdur. Yəni, əslində, gələcək planlarımdan danışmağı çox sevən birisi deyiləm, amma yəni burada demək istəyirəm ki, istədiyim sahədə özümü görürəm. Yəni, gələcəyim, inanıram ki, mən orada olacam. Bizə ümid edirik ki, bütün arzularına çatacaqsan.
Əlavə özünün nəsə demək istədiyin, ötürmək istədiyin bir belə deyək fikir varsa cəmiyyətimiz üçün buyura bilərsən. Əslində bayaq da vurğuladığımız kimi cəmiyyətimiz əvvəldən o fikirdə gəldiyi üçün cəmiyyətimizi çox da dəyişməyə çalışmıram. Çünki get-gedə artıq gəncləri dəyişmək lazımdır ki, yəni onlar da təsir eləyə bilsin. Buradan gənclərimizə, qızlarımıza səslənmək istəyirəm ki, təhsil alın, ətrafınızdakılara da bunları təbliğ edin. Başqa deyəcək heç bir şeyim yoxdur. Yəni mənim dostlarıma təşəkkürlərimi bildirmək istəyirəm ki, mən bura çıxanda səhərdən hamısı zəng vururdu, getdin, çatdın, necə oldu? Çox təşəkkürlərimi bildirirəm mənə dəstək olduqları üçün, mənim arxamda olduqları üçün və bir daha valideynlərimə və kənd cəmaatına da təşəkkürlərimi bildirmək istəyirəm ki, kənddə qızlarımızın o cür şeylərlə qarşılaşdığını görməmişəm. Yəni bizim elə travmalarımız yoxdur. Yəni belə bir mühitdə böyüdüyün üçün onların hər birinə minnətdarsan. Çox gözəl, xoş oldu səninlə söhbət Nurgün. Çox sağ olasın. Çox sağ olun. Əziz tamaşaçılar, siz Aran Ağcabədi internet televiziyasının efirində sizdən soruşaq verilişini izləyirdiniz. Qonağımız bir məktəbli idi. Biz onun fikirlərini öyrəndik bu mövzu ilə bağlı və bir daha aydın oldu ki, erkən nikah mövzusu bir ailənin məsələsi deyil, bir cəmiyyətin problemidir və biz də bu cəmiyyətin üzvü olaraq hər birimiz erkən nikahlara qarşı birgə mübarizə aparmağı bacarmalıyıq, sağlam cəmiyyətin formalaşmasında əlimizdən gələni etməliyik. Bu günlük isə bu qədər. Sağ olun, sağlıqla qalın.